Bir dəfə Topxana meşəsində bərk yorulub yatmışdı. Hənirtiyə ayılıb gördüm ki, başımın üstə yekə bir ayı adam kimi iki dal ayağı üstə qalxıb, yuxarıdan aşağı üzümə baxıb gülür. Mən də ona baxıb güldüm. Sonra dedim, nə halsan, kefi necədir? Başını tərpədib, dəryə sarı enib getdi. Oğul, ayılar yaxşılığı bəzi adamlardan yaxşı başa düşür. Onlar hər zaman yaxşılığı unutmur.